Salamlar, sayıqlar. Görürəm cənab Muradı Mərağıyla qatıldılar bizə. Təşəkkür ki, vaxtında gəldiniz. Elə vaxtıdır ki, biz otağı başlayaq. Dəyərli izləyicilər, bugün Ordubadlı ayının 21-i 1401-ci il, may ayının 11-i 2022-ci il çərşənbə günüdür. Bütün Clubhouse-da qatılan əzizləri və səsimi eşidənləri dünyanın hər güşəsində ki varsınız, xoş gəldin deyirəm və bugünkü proqramımıza başlayırıq. Necə ki bilirsiniz, hər ayın 21-də biz 21 Azər haqda müxtəlif danışıqlarımız olur. Ola bilsin ki, Cəmil bəy, Həsənli, sizdən xahiş edirəm ki, mikrofonunuzu bağlı saxlayın ki, iki səs birlikdə olmasın. Çox sağ olun. Necə ki bilirsiniz, biz hər ayın 21-də 21 Azər haqda danışıqlarımız olur. 2 gün bundan qabaq da may ayının 9-u idi. Düz 77 il bundan öncə 2-ci Dünya müharibəsi gecə saat 11 1 dəqiqədə bitdi. O gündən qabaq və sonra çoxlu fikirlər və planlar meydana qoyulmuşdu. Xüsusilə Sovet hakimiyyəti tərəfindən. Bunlar İran-Azərbaycanına nə təsirlər bağışladı? Moskvada, Bakıda, Təbrizdə və Tehranda nələr oldu? 3 güclü qüvvənin baş adamları nələr düşünürdülər? Bunlar və habelə başqa sualları çalışacağıq bugünkü proqramımızda xüsusi olaraq Azərbaycan Demokrat Firqəsi haqqında danışaq. Bunu da artırmalıyam ki, bugün düz bir ildir ki, biz Azərbaycan Demokrat Firqəsi haqqında olan danışıqları Clubhouse-da başlamışıq və bu bizim 16-cı danışığımızdır. Buradan çalışmışıq müxtəlif alimlər, yazıçılardan və danışanlardan dəvət edək gəlsinlər, öz fikirlərini paylaşsınlar. Danışıqlarımız bura qədər əsasən monoloq olmuşdu. Ancaq bugünkü proqramımızda iki şəxsdən xahiş etmişəm ki, öz fikirlərini söyləsinlər. Ola bilər ki, fərqli fikirlər olsun, müxtəlif sənədlər ya yazılar əsasında. Hər iki alimin çox saylı kitabları, elmi məqalələri və müxtəlif konfranslarda iştirakları olubdur. İnanmıram ki, bu haqda izah verməyə ehtiyac ola. Burada mən çalışacağım o yazılar əsasında və analizlərə görə bir sıra sorğu-suallar verim ki, Azərbaycan Demokrat Firqəsinin tarixinə bir sıra aydınlıq gətirək. Bugün bizim iki dəyərli, əziz tarixçi və tədqiqatçı qonağımız vardır. Birincisi Cəmil bəy Həsənli, professor, akademisyen və Azərbaycan tarixçisi, Londondan
qatılıblar. Cəmil bəy, mən sizi salamlayıram. İstəyirsiniz, sizdən xahiş edirəm mikrofonunuzu açın, bizim səsimizi eşidənlərlə salamlaşın, sonra proqramımıza yavaş-yavaş başlayaq. Salam Yunus bəy, hər kəsi salamlayıram. Xeyli burada tanış, əvvəlcədən tanıdığım adlar görürəm, soyadlar görürəm. Hər kəsi salamlayıram və ümid eləyirəm ki, maraqlı bir söhbətimiz olacaq. Daha çox suallar əsasında qurarıq. Əlbəttə, bəyan və yaxud digər çıxışçı ümumi məlumat verərik, sonra da sual-cavab əsasında söhbətimizi davam elətdirərik. Yaxşı, çox sağ olun, təşəkkür edirəm sizdən. Bizim ikinci qonağımız cənab Əli Muradi Mərağeyi, doktor, yazıcı, tədqiqatçı, İran-Azərbaycan müasir tarixinin alimi, Tehrandan ya daha dəqiq desəm, Kərəşdən qatılıblar. Cənab Muradi Mərağeyi, sizi salamlayıram, xoş gördük. سلام و ادب sizin xidmətinizə Doktor Cəmil Həsənlinin və tüm dostların xidmətinə. Ümidvaram ki, bu 2 saat hududunda ki dostların xidmətindəyik. Bəhsimiz çox yaxşı ola və eləyə bilər ki, Firqə Demokrat Azərbaycanın və şəxsiyyət Seyid Cəfər Pişəvərinin bəxşi o ki deyilməyibdi və az deyilibdi, onları eləyə bilər açıqlayaq. Mən xidmətinizdəyəm. Yaxşı, çox sağ olun. Əgər icazə versəz, mən hər iki məruzəçidən xahiş edirəm ki, suallara gödək və direkt cavabları olsun. 5 dəqiqə ta 10 dəqiqə arasında ki, eləyə bilək müxtəlif sualları alaq. Bir sıra sualları mən başlayacağam və sonra zaman olduğu qədər bizə qatılanlardan xahiş edəcəm, əgər suallar olsa, əl qaldırsınlar, gəlsinlər istəyicə və sualları soruşsunlar. Birinci sualı icazə verin Cəmil bəy Həsənlidən elə giriş kimi mövzuya soruşum. Sizin fikrinizcə Azərbaycan Demokrat Firqəsi yaranmadan öncə Güney Azərbaycanda nələr keçirdi? Sözüm burada xüsusilə o 1939, 1940-cı illərdən başlayaraq 1945-ci illərə qədər keçir. O dövrədə nə istəklər var idi? Nə siyasi, ictimai, iqtisadi ya mədəni şəraitlər var idi? Bu haqda istərdim ki, sizdən xahiş edirəm bir kimi danışasınız. Buyurun, xahiş. Çox təşəkkür eləyirəm. Bu dünya müharibəsinin başlanması ilə, yəni 2-ci Cahan müharibəsinin başlanması ilə Güney Azərbaycanın taleyində, tarixində də bir sıra yeni təbəddülatlar ki meydana gəldi və bu da təxminən 5 il, 6 il Güney Azərbaycanda müşahidə olunan proseslər idi. Biz ilk növbədə belə deyək də, bu Güney Azərbaycanla bağlı proseslər bilavasitə 39-cu ilin septemberindən, yəni müharibə başlanması ilə bağlı olmadı. Bir qədər öncədən oldu. Mən xüsusilə bir hadisənin altını cızmaq istəyirəm. O da 30-cu illərin ikinci yarısında və yaxud 37-38-ci ildə Sovetlərdə bir qərar verildi. O qərar da ondan ibarət idi ki, keçmişdəki İran təbəələri var idi və onlar çox sayda gəlmişdilər. Bir hissəsi ailəsi ilə gəlmişdi, bir hissəsi gəlib ailə qurmuşdu və onlar Sovetləşmədən sonra ki, Bakıda qalmışdılar. Əksəriyyəti də neft sənayesində çalışırdılar. Deməli, onlar Sovet vətəndaşlığını qəbul etməmişdilər və say etibarilə də kifayət qədər böyük bir rəqəm idi. Aşağı-yuxarı 50 min ətrafında deməli adam idi
və onların bəzilərinin ailəsi Sovet vətəndaşı idi. Amma özü Sovet vətəndaşı deyildi. Ona görə onlarla bağlı bir qərar verildi 38-ci ildə. Bu adamlar ya Sovet vətəndaşlığını qəbul etməlidirlər, ya qayıdıb İrana getməlidirlər. Bunların heç birisini etmirlərsə, qanun qarşısında deməli cavab verməlidirlər. Ona görə də həmin devirdə çox sayda insanlar öz mal-mülkün, evin sataraq bunlar deməli İrana qayıtdı. Çoxunluğu da Güney Azərbaycana qayıtdı, Təbrizə və Güney Azərbaycanın digər şəhərlərinə qayıtdı. Bunlar özləri ilə, bunlar ki o mal-mülklərini satmışdılar, onu pul eləmişdilər, bir hissəsi qızıl eləmişdilər, özlərinə yaxşı geyimlər almışdılar və bunlar belə deyək ki, çox sayda insan birdən-birə ki gəldi, daxil oldu Güney Azərbaycana, Təbrizə. Bunlar yaxşı geyim-kecimdə idilər və o dövr üçün belə qabaqcıl modern paltarlar, ayaqqabılar, nə bilim, papaqlar, zadlar geymişdilər. Bunlar bir cazibə mərkəzinə çevrildilər və adamlarda belə bir düşüncə yarandı ki, elə Sovetlərdə hamının həyatı belədir. Və bunlar özləri ilə bir Sovet təfəkkürünü də Güney Azərbaycana gətirdilər və özlərindən sonraki hadisələrə bunların xeyli təsiri oldu. Özəlliklə də o hadisələr başlayandan sonra Sovet qoşunları İrana və Güney Azərbaycana daxil olduqdan sonra birinci növbədə siyasətin dayaq nöqtəsi bu gəlmələrdən ibarət idi və onlar o devirdə deməli Şimali Azərbaycanda ki bir növ ayaqqabılar ki vardı, o yeriyəndə səs salırdı. Bilmirəm indi orada necə adlanır bu. Cırt-cırt ayaqqabılar deyirdilər. Və bu Güney bunun cazibəsinə düşmüşdü. Deməli 41-ci ildə Güney ilə bağlı Sovetlərin siyasəti 39-cu ildə müəyyən edildi. Çünki 39-cu ildə üç mühüm hadisə oldu. Bunun biri Almanla deməli Almaniya müharibə başlanandan sonra Sovetlərlə Alman arasında müqavilə əsasında Sovetlər Qərbi Ukrayna və Qərbi Belarusiyanı deməli işğal etdilər. Müvafiq qaydada onları Sovet respublikalarına birləşdilər. Yəni Ukrayna və Belarusiya Sovet respublikalarına birləşdirdilər. 39-cu ilin elə sentyabrında, sentyabrın 17-sindən 23-ünə qədər. Üçüncü mühüm hadisədə 40-cı ildə Pribaltikanın Sovetlərə birləşdirilməsi oldu. Və 40-cı ildə eyni zamanda mart ayında Finlandiya tərəfdən bir sıra torpaqlar alındı. Bunlara Sovetlərin ərazilərinin genişləndirilməsi siyasəti deyilir və ona görə də Sovet Azərbaycanının rəhbərliyində belə bir sual yarandı ki, Qərbi Ukrayna, Qərbi Belarusiya əgər öz müvafiq respublikalarına, cümhurilərinə birləşə bilirlərsə, niyə Güney Azərbaycanla bağlı bu proje işləməsin? Ona görə də onlar 39-cu ildə artıq Moskvaya yazmağa başladılar ki, bu işi görmək lazımdır və Moskva da bunlara təlimat verdi ki, siz deməli hazırlıq işlərinə başlayın. Və bu hazırlıq işləri nədən ibarət idi? Hazırlıq işləri ondan ibarət idi ki, Güney Azərbaycana gedəcək Sovet Azərbaycanı işçilərinin listəsi hazırlandı. Aşağı yuxarı 4000-ə yaxın adamın adı ora daxil edildi. Güney Azərbaycanın bütün ekonomik həyatı öyrənildi və xidməti istifadə üçün hazırlandı ki, bu da böyük bir iş idi. Bütün fabrikaların, nə bilim, zavodların, istehsal müəssisələrinin adı, nə istehsal edir, nə qədər istehsal edir, oradan nə qədər işçi çalışır. Hətta qısaca sözümü onunla yekunlaşdırım ki, bu Güney Azərbaycanda olan çayların
hər kilometrdən bir dərinlikləri barədə məlumatlar hazırlandı və bir qayda olaraq belə məlumatlar ancaq hərbi strateji olan ölkələrdən hazırlana bilərdi. Yoxsa nə düşmüşdü Sovetlərə ki, Qızılüzən çayının ya başqa bir çayın hər kilometrdən bir dərinliyin öyrənsin və müharibə başlanandan sonra ki, Şəhərvar hadisələri oldu və Sovet İngilis qoşunları ora düşdü. Ən ciddi məsələlərdən biri İran Xalq Partiyasının taleyi ilə bağlı məsələ idi. Ona görə də Stalinin bu söhbət İran Komünist Partiyasından gedir. Stalinin bu Komünist Partiyasından, İran Komünist Partiyasından o qədər də xoşu gəlmirdi. Çünki bunlar hələ 20-ci illərdə, 30-cu illərdə xeyli narazılıqlar əmələ gəlmişdi və bu siyasi məhbusları ki, kommunistləri ki, həbsdən buraxdılar. Bir sual meydana gəldi ki, Komünist Partiyasını bərpa etsinlər ya necə olsun? Doğrusu burada biraz da ingilislərdən ehtiyatlanırdılar ki, İngilislər buna kommunist təbliğatı kimi baxar. Ona görə də həmin dövrdə Kominternin başçısı Georgi Dimitrov belə bir təklif verdi ki, deməli, köhnə demokrat Süleyman Mirzənin deməli bir təşkilatı var, sol təşkilatı var. O bərpa edilsin və kommunistlər də ora daxil olsun. Və Stalin də buna 41-ci ilin dekabrında razılıq verdi və deməli bu bərpa işlərinə başlandı. Amma Güney Azərbaycanın taleyi bundan qabaq həll olunmalı idi. Yəni ki, Sovetlərin projesinə görə 41-ci ilin noyabrında, yəni novemberdə Güney ilə bağlı projeləri tamamlamaq istəyirdilər. Necə ki, Qərbi Ukraynada, Qərbi Belarusiyada bir şeylər olmuşdu ki, onlar öz deməli Sovet cümhuriyyətlərinə müraciət etmişdilər ki, öz vətənləri ilə birləşmək istəyirlər. Belə bir proje Güney Azərbaycan üçün də hazırlanırdı. Amma məsələ biraz ayrı cür oldu. O ayrı cür olmaq da bununla bağlı idi ki, 41-ci ilin noyabrın 3-də Almanlar gəldilər, çıxdılar Moskvanın 30 kilometrliyinə. Yəni atılan topların səsi artıq Moskvada eşidilirdi və adamlar artıq axşamlar öz evlərində yox, metro stansiyalarında yatırdılar. Nazirliklər, hökumət binaları da Moskvadan köçürülmüşdü, ancaq politbüro üzvləri qalmışdılar Moskvada. Və belə bir vaxtda Sovetlər daha çox öz hayında idi, nəinki Güney Azərbaycanın hayında idilər. Ona görə o projeni dayandırdılar onlar. Yəni, Oktyabr inqilabının 24-cü il dönümü vasitəsilə ki, bu unification, birləşmə hərəkatı ki olmalı idi, onu arxa plana keçirtdilər. Həm də ona görə ki, bu deməli müttəfiqlər yarandılar ki, şimal dənizləri daimi buz olurdu və bu müttəfiqlər Alleys ki, deməli Sovetlərə yardım göstərməli idi. Bu cənub deməli dənizləri vasitəsilə İran üzərindən olmalı idi. Burada Sovetlərin bir marağı da var idi ki, bu yardımları alsın. Ona görə də 42-ci ildə ümumiyyətlə Sovetlər Güney Azərbaycan məsələsindən imtina elədilər, geri çəkildilər. Ora göndərdikləri Azərbaycanlıları da oradan geri çağırdılar. Və bu proses 42-ci ilin yanvar ayının 29-unda İranın ərazi bütövlüyü haqqında üç tərəfli müqavilə saziş imzalandı ki, İngilislər ehtiyat edirdilər ki, bu Sovetlər burada kommunist hərəkatını dirçəldərlər və İranın ərazi bütövlüyü üçün təhlükə olar. Orada da bir bənd vardı ki, müharibə başa çatdıqdan sonra 6 ay müddətində müttəfiqlər öz qoşunun İrandan çıxardılmalıdır. Bu proses davam elədi 44-cü ilə qədər. Yəni Sovet-Alman cəbhəsində vəziyyət dəyişəndən sonra Sovetlərin qarşısında iki məsələ dayanırdı. İranda və Yaxın Şərqdə fəallaşmaq. İki proje vardı. Bunun biri Kürd amilinə söykənmək. Belə hesab eləyirdilər ki, Kürdlərin yerləşimi elədir ki, onlarla həm Yaxın Şərqin ərəb ölkələrinə, həm Türkiyə, həm İrana təsir eləmək olar və Kürd tayfalarının Yaxın Şərqdə yerləşim xəritəsini çəkmişdilər. Ora
aşağı yuxarı 42 Kürd tayfasının adını salmışdılar ki, bunun böyük bir hissəsi də İranda yaşayırdı. Amma sonra Sovet Xarici İşlər Nazirliyində bir proje hazırladılar ki, Kürd məsələsi Sovet siyasəti üçün yetərli deyil. Və ona görə də bu Azərbaycan projesi hazırlandı. 44-cü ilin mart ayının 20-sində, yəni Novruz bayramı axşamı 20 nəfər Sovet Azərbaycanı işçisi Güney Azərbaycanın müxtəlif şəhərlərinə ezam edildi ki, getsinlər orada bu işlərə başlasınlar. Çox Bu bağışlayın qədər. Cəmil müəllim. Əgər mümkün olsa, burada yekunlaşdıraq. Çünki bu mövzuya yetişəcəyik 1944 və 45-ci illərə. Əgər istəyirsiniz son cümlələri buyurun, yoxsa Yox, keçək. mən elə dedim, elə burada da mən dayandım. Yaxşı, çox sağ olun. Təşəkkür edirəm sizdən. İcazə versəniz, xahiş edirəm sizdən də mikrofonunuzu bağlı saxlayın ki, çünki 2 ya 3 mikrofon açılanda səslər qatılır bir-birinə. Ya icazə versəniz mən, çünki sizin birinci dəfənizdir, mən mikrofonunuzu bağlayıram, sonra vaxtında sizdən xahiş edirəm ki, açasınız. Çox sağ olun. Cənab Murad Ömər ağayi, sizin də bu haqda istərdim bir müqəddimə kimi sözlərinizi eşidək. Yəni xüsusən Rus qoşunların İrana daxil olması 1320-nin şəhrivari ya 1941-in avqustunda bu Rus qoşunların gəlməsi nə siyasi, iqtisadi və mədəni təsirlər bağışladı, xüsusilə Azərbaycana. Buyurun, xahiş edirəm. Cənab Murad Ömər ağay, mənim səsimi eşidirsiniz? Bəli, buyurun, mikrofonunuz açıldı. Bəli. Eee, bəli, bəli. Sualınız həmin sualdır. Mənim əgər səsim pis gəlsə, ittila verin. Mən xanımın PV-sindən varid olum. Bəli, indi elə yaxşıdır səs. İndi Düzdür? dupduru gəlir. Bəli, çox gözəl gəlir səsiniz, çox aydındır. Buyurun, xahiş edirəm. Xidməti ərz eləyirəm ki, mən elə oradan ki Doktor Həsənli işarə elədilər, bu mühacirini ki ixrac olmuşdular Rusiyadan, mən oradan başlayıram və İranın sənədləri ilə ki istəyirəm ki kamil ola bu mövzu. Bunlar həmçinin ki buyurdular 1938-də bunlar İranlılar ixrac olurlar. Bunların bəzisi çox azı şəhrivendi sövit olurlar. Bəli, əksərəni ki hazır olmurlar şəhrivendi olalar, bunlar ixrac olunur. İranın sənədləri belə nişan verir ki, bunlar 3-4 qrupda varidi İran olurlar. 700 nəfəri 16 İsfənd 1317-də keşti ilə Bəndər Pəhləviyə varid olurlar. Hüseyni Məkki yazır. Bəd ondan sonra bir dənə pərvəndə İranın əsnadında, sənədlərində nişan verir ki 22 Ordibehişt 1317, yəni bərabər 12 May 1938 14121 nəfər İrana gedir. Yəni ixrac eləyirlər, bunlar varid İran olurlar. Və 2-3 qrupda da təqribən mən fikr eləyirəm
25.000 ila 30.000-ə qədər idi bunların teydatları. 3-4 qrupda varid İran olurlar və bunlar vəqti ki varid İran olurlar, jandarmı Riza Şah bunları çox incidir, çox incidir. O pul mülk özləri ilə gətirmişdilər. Əlbəttə به صورت kala o mal əmvalları ki özləri ilə gətirmişdilər. Məmurən jandarmlar, Rıza Şahın jandarmları bunları به اصطلاح تلکه eləyirdi. Bunların əlindən zorla alırdılar. Bəd bunları müxtəlif şəhərlərə təbid şəklində dağıdırdılar. Yəni qoymurdular birdən Təbrizə bunlar yığışa. İstəyirəm nə deyəm? İstəyirəm deyəm ki, bunları çox incidirdilər və bunlarla bir dənə Şəhrivəndi dərəcə 2 ikinci Şəhrivənd bunları tanıyırdılar. Bunlar bahis oldu, bu bərxordular, bu əziyyət və azarı ki elədilər, bahis oldular ki, bunlar اوضاع İrandan çox narazı olalar və görürük ki, به محض اینکه hər növ hizbi Rıza Şah rejimi sınandan sonra, suqut eləyəndən sonra Azərbaycanda təşkilçi olur. Bunlar o şəhərlərdən gedirlər Təbrizə, Azərbaycana və o hizbilərdə, o təşəkküllərdə huzur tapırlar. Çe hizb توده olsun və çe firqe demokrat Azərbaycan ki 1324-də ki başlanır, biz görürük ki bu mühacirlər hamısı firqənin içindədirlər, uzvudurlar, uzvu fəallarıdırlar. Bunların fərhəngi baxımından təfavütləri var idi. Çün neçə illər boyu Rusiyədə yaşamışdılar. Ona görə gələndə İrana o fərhəngi də özləri ilə müntəqil eləmişdilər və əslən İraniyət ya ehsas İranigəri bunlarda çox zəif. İnayət buyursunuz. Xub, bu lazım idi ki, mən bu mühacirlərə ki işarə elədilər və əsnad İranidən bunları danışam. Biz 1320-də ki müttəfiqlər varid olurlar İrana, Rıza Şah sistemi suqut eləyir və suqut diktator باعث olur ki İranın fəalini, məxsusən hizbləri, məxsusən Azərbaycan, məxsusən Kürdistan çox şad olurlar bu diktatorinin suqutuna, Rıza Şahın suqutuna və hətta bəzi yerlərdə cəşn tuturlar. Əlarəğmin ki, bunlar məmləkətləri işğal olurdu. Vəli çün Rıza Şah dövründə çox incimişdilər dil barəsindən, fərhəng barəsindən, hüviyyət barəsindən, məxsusən bu iki qovm, yəni Azərbaycanlılar, türklər və kürdlər. Ona görə biz baxırıq, görürük ki, kürdlərin şairi Ustad Hejar yazır ki, vəqti ki
Rusiye'nin hevapeemaları üstten bom tökəndə onları bomb-i rəhmət deyirik. İlləti nə mənadır? İllət odur ki, Ruslar bizə deyirdilər ki, sizin diliniz azaddır. Eləyə bilərsiniz öz dilinizdə yazasınız, öz dilinizdə oxuyasınız. Və bu beləncə bir şadi, məsərrət Azərbaycanda da həmçinin. Bu fəzai azadi ki, Rza Şah suqut eləyəndən sonra gəlir qabağa, əhzab və mütəşəkkil hizblər görürük ki, biz Azərbaycanda və Kürdistanda yaranır. Və məxsusən Hizb-i Tudə ki, çox böyük və önəmli bir hizbidir. Hizb-i Tudə Süleyman Mirzanın evində bu komünistlər ki, zindan qəsri Rzaxandan çıxandan sonra 53 nəfər təğyirani görülmüşdü. Bunlar ki, qalanı çıxırlar və qədim komünistlər مثل پیشوری از به xidmət Ərdəşir Avanisiyan və ayrıları bunlar yığışırlar bir yol Süleyman Mirzanın evində Hizb-i Tudəni təşkil verirlər. Əsasnaməsini də elə Seyid Cəfər Pişəvəri yazır. Xidmət vəz eləyim ki, bu Hizb-i Tudə önəmli bir hizbidir və bilafasilə rüşd eləyir. Təşəkkülهای fəhlələr, kargərlər rüşd eləyir Azərbaycanda və həmçinin Kürdistanda, Mahabadda məxsusən ki, Komele, Jekaf gəlirlər bunlar. Bunlar hizblərdir, təşəkküllardır ki, əvvəlin bar əsasnamələrində təkid eləyirlər ana dilinə. Həm Kürdistanda, həm Azərbaycanda. Və həmçinin bu fəzai azadda Hizb-i Tudə rüşd eləyir. Tamam şəhərlərdə, məxsusən Təbriz ki, Azərbaycan ki və Təbriz ki, siyasi tərin şəhridir, əqəbəsi dayanıbdır ərz be xidmət məşrutiyyətə, cönbeş Səttarxana, Şeyx Məhəmməd Xiyabaniyə. Ona görə biz görürük ki, Təbrizdə çoxtər rüşd eləyir nisbət be o birisi şəhərlərə, Hizb-i Tudə. Amma gələ siyasət Rusiyə. Siyasət Rusiyə İranda işğal eləyəndən sonra İranı iki dövrəyə təqsim eləməlidir. Biz gərək bu iki dövrəni nəzərdə tutaq. Əksərən bu pəjmürşidlər bunu nəzərdə tutmurlar. Bu çarı sərdərgumi o filan ehman olurlar. Bu əvvəlin siyasəti varid İran olandan sonra, İranı işğal eləyəndən sonra ta ikinci müharibə ki istəyir qutula, bu əvvəl siyasəti bu dövrdə. Bu dövrdə Rusiyə, Azərbaycanda və Kürdistanda müxalifdir hər növ hizblə, təşəkküllə, ki Mahabad olsun, ki Azərbaycan olsun. Əslən bunları səy eləyir ki, nə tənha dəstək verməyə, bəlkə bunları səy eləyir ki, məhdud eləyə. Məhdud eləyə. Niyə? Bəra inki bu dövrdə
cəng ikinci müharibə idaməsi vardı. Bu dövrdə rusların müttəfiqlərin köməklərinə ehtiyacları var. Almanla ki cəng edirlər. Ona görə İran به عنوان پل پیروزی ki bu köməklər İranın tərəfi ilə yetirir Rusiya, pəs Rusiya niyazı vardı ki bu məntəqədə aramış kamil yaransın. Ta bu köməklər بهترین شکل bu olunsun Rusiya. Amma vəqti ki ikinci müharibə qutulur, az qalır ki qutula, Alman faşist şikəst ki yeyir, biz görürük ki Rusiyanın siyasəti İranda 180 dərəcə fərq edir. Və canım Cənab Murad müəllim, icazə versəz, çün vaxtımızın qısa olduğuna görə və çün buyurdunuz da 2 saatdan çox şaید vaxt qoya bilməyəsiniz bu danışığa. İcazə versəz, o mövzuada öz vaxtında yetişək. Əgər istəyirsiniz 1-2 cümlə ilə sözü bitirin, başqa suallara yetişək, əgər mümkündürsə. bu ikinci müharibə ki istəyir qutula, Rusiyanın İranda siyasəti əvəz olur. Məsələyə neft, Kaftaradza İrana gəlir və o hizbləri ki, təşəkkülləri ki Rusiya əvvəl dövrü siyasətində onları məhdud eləyirdi, bu ikinci dövrdə onları təqviyyət edir. Onlarla varid Bedebistan olur və Mahabadda Komelə JKF-ı təbdil eləyir Hizb Demokrat Kurdistana, Azərbaycanda Hizb Tudənin şaxə eyalətinin İttihadiyyə Karigərini və təşəkkül şəbistlərini, bu təşəkkülləri ki var, bunların hamısının به شکل فرقه دموکرات آذربایجان عرض به خدمت سعی eləyir ki mütəşəkkil eləsin. Bəli, mən xidmətdəyim. Yaxşı, çox sağ olun. Təşəkkür edirəm sizdən. Bundan sonraki suallara hər iki məruzəsimizdən xahişim budur ki, mümkün qədər gödək və direkt cavab verərlər və əgər mümkündürsə 5 dəqiqənin içərisində bitirərlər. Çox olsa 1 dəqiqədə artıq ki, eləyə bilək müxtəlif suallara yetişək. Necə ki, sizin cənab Murad Məraği və Cəmil bəy Həsənlinin danışıqlarında vardı. Təbii ki, Rusların İrana gəlməsindən sonra biz vətəsinin çıxmasını görürük. Əlbəttə və buna çoxlu alqış olur. Əlbəttə bundan qabaqki Rza Şah zamanında necə ki bilirsiniz, fərman verilmişdi. Türkü adları, əlbəttə kürdlərə də şamil olur, ərəblərə də şamil olur və çoxlu türkü adları olan şəhərlər, kəndlər, çaylar, dağlar bütövlüklə fars dilinə çevrilir. Yəni biz o zaman baxsaq sənədlərdə görürük ki, azı bir 108 dənədən, hələ bəlkə də çox böyük şəhərlər və kəndlərin adı dəyişilmək zorundadır. Rza Şah ya 1-ci Pəhləvi dövrəsində 17 dərgi Azərbaycanda çıxır. Onun 16-sı fars dilindədir və biri də erməni dilində. Yəni türkü dilində heç bir dənə dərgi imkanı verilməyibdi. Biz bunları nəzərdə alsaq, təbiidir ki, hər bir yeni dərgi ki türkü dilində çıxır, buna meydan var. İstər bunu Sovyet çıxarsın, istər bunu mərkəzi dövlət, istər Türkiyə ya istər İngilis. İndi belə bir yazıq şəraitdə o Vətən Yolunda qəzetinə olan alqışı sırf Sovyetə olan istək ya Quzey Azərbaycana olan həsrət kimi görmək olar ya yox? Cəmil bəy, buyurun.
Çox təşəkkür edirəm. Çox maraqlı bir sualdır, sorudur. Əlbəttə bu Vətən yolunda qəzeti ordu qəzeti kimi çıxırdı. Yəni bunu belə əlaqələndirmişdilər ki, bu Güneydə və Təbrizdə olan Sovet ordusunun qəzeti kimi bu çıxır, amma əslində burada məqsəd biraz ayrı cür idi və Sovet Azərbaycanı bunda çox maraqlı idi. Hətta mən sizə deyim ki, Vətən yolunda qəzetin buraxmaqdan ötürü bir mətbəə ki lazım idi, Mircəfər Bağırov bu dəzgah gec gəldiyi üçün Bakıda olan bir mətbəənin dəzgahlarını təcili şəkildə sökdürdü, Təbrizə göndərdi ki, bu Vətən yolunda qəzeti zamanında nəşr olunsun və onun redaksiya heyəti də əsasən Bakıdan göndərildi. Onun başında deməli Rıza Quliyev adında bir Bakıdan getmiş bir nəfər dayanırdı. İşçiləri də həmin dövrdə yeni təzə yazmağa başlayan Azərbaycan qəzetçiləri, jurnalistləri, yazıçıları, şairləri idi. Məsələn, Qılman Musayev sonra məşhur yazıcı oldu, Qılman İlkin, Ənvər Məmmədxanlı sonra məşhur dramaturq oldu, tanınan bir adam oldu. Ondan sonra o birlər də var idilər ki, və bu qəzet ki türk dilində çıxırdı. O ora gedən orduda o ərəb əlifbası ilə türk dilini oxuyan çox az adam var idi. Onlar ki Sovet Azərbaycanından getmişdi, onların bir hissəsi bilirdi. Amma qalan bu qəzet ərəb əlifbası ilə türk dilində çıxdığına görə bu Güneylilər üçün çıxırdı. Və bu dil məsələsi ki, Ağay Muradı ona işarət etdi ki, çox həssas bir məsələ idi və əslində elə Azərbaycanın güneyində də, quzeyində də milli ideya uğrunda gedən mübarizə, milli dil uğrunda mübarizədən keçib. Çünki həmin dövrdə dil millətin varlığın göstərən çox az şeylərdən biri idi. Ona görə bu dil məsələsi həssasiyyət təşkil edirdi və sizə deyim ki, o Vətən yolunda qəzetində məsələn Süleyman Rüstəmin bir dilimə dəymə şeiri çıxmışdı. Balaca kiçik bir üç bənddən ibarət bir şeir idi ki, orada deyilirdi ki, mən sənin dilinə dəymirəm cəllad, gəl sən də bu ana dilimə dəymə, sənin də bağın var, gülün var, çəkin, bağımda əkdiyim gülümə dəymə. Həsədlərlə baxdın çəmənimə sən, gör bir nələr etdin vətənimə sən, yan deyib od vurdun bədənimə sən, altında atəş var, külümə dəymə. Mən ağa ağ dedim, qaraya qara, sən məni istədin, çəkəsən dara, yenicə sağalır vurduğun yara, mənim bu yaralı könlümə dəymə. Siz təsəvvür edirsinizmi? Güney Azərbaycanda bu üç bəndlik şeirə bir 50-yə yaxın nəzirə yazılmışdı. Və bu həmin o dil məsələsinin həssasiyyətindən ibarət idi və adamlar var idi ki, ümumiyyətlə yazıb oxumağı bacarmırdılar. Amma o Vətən yolunda qəzetdən alırdılar. Ona görə alırdılar ki, o qəzet türk dilində çıxırdı və bir qəzet oxumağı bacaranı görəndə ona ki verirdilər, onu oxu, o qəzetdə nə yazılması onun üçün o qədər də maraqlı deyildi. Onun üçün maraqlı olan öz kəlmələrin, öz dilin o qəzetin səhifələrindən eşitmək idi. Ona görə də bu o qəzet Sovetə sevgi deyildi. Qəzet öz dilinə sevgidən irəli gəlirdi və o Vətən yolunda qəzetinin mətbəəsində ki, həmin dövrdə Güney Azərbaycanlıların, şairlərin, gənc şairlərin balaca şeir kitablarını buraxırdılar. Məsələn, Məhəmməd Biriyanın, Mir Mehdi Çavuşunun, digərlərinin şeir kitablarını da buraxırdılar və
o da bu millət arasında, xalq arasında yayılırdı və qəzet də propagandadan, yəni sırf Sovet propagandası aparmırdı. Yəni əlbəttə Sovetlərin rəsmi xəbərlərini verirdilər və s. Amma bu dillə, ədəbiyyatla, tarixlə bağlı ki bir şeylər verirdilər. Bunlar əhali tərəfindən rəğbətlə qarşılanırdı. Şübhəsiz ki, bunun arxasında adamları sabahkı günə, yəni o müstəqilliyə hazırlamaq kimi bir ideya da dayanırdı. Buyurun, mən cavabımı verdim. Yaxşı, çox sağ olun, təşəkkür edirəm. Cənab Muradim Mərəği, mən elə sizdən elə onu oxşar sual istəyirdim soruşam və əlbəttə təbii bu dil məsələsinə və istəkləri biz Azərbaycan Ruznaməsi qəzeti ki, Əli Şəbistəri çıxardır. Xüsusilə ən birinci nömrələri 1320-nin abanı, yəni 1941-in novembr, oktyabr aylarında çıxmış nömrəsində dil istəklərin yazısını biz orada çox açıq şəkildə görürük. Yəni istirdim burada sizdən bunu soruşam ki, bu istəklər ki, Güney Azərbaycanda vardı. Əlbəttə bunun yanında başqa zəminələr var. İqtisadi, bekarçılıq, əmniyyətsizlik, siyasi istəklər, xüsusilə məşrutə zamanından qalmış. Yəni onu biz bir məşrutənin işığı sönmüş və külün altında qalmış isti kimi nəzərdə alsaq, siz buradan hansı Güney Azərbaycanda xüsusilə İran Azərbaycanında hansı sənədlərdə Şimali Azərbaycana və Sovyetə olan həsrət kimi, istək kimi görürsüz? Buyurun. Mənim nəzərimə Vətən yolunda bir dənə zəxmə və yarıya əl qoymuşdu. Ona görə çox mühüm idi. Bir dənə ittifaq idi. İnayət buyursunuz. İllət ki, əvvəlinbar Azərbaycanlılar, şairləri, ərz bi xidmət növisəndələri, bunlar əvvəlinbar görürdülər ki, bir dənə imkan yarandı bilələrinə ki, eləyə bilirlər öz dilləri ilə yazalar ki, neçə müddət yasaq idi. Düzdür, onun şumarələrinə oxuyanda mən gedib Kitabxanı Milli İranda arşivində bunun şumarələrini tapmışam. Orada vardı kamili Vətən yolunda. Pəjmürişçilər, dostlar eləyə bilərlər istəsələr. Kitabxanı Milliyə gedərlər. Əksərən onun mətalibinə ki baxıram, Stalini tərifləməkdən filan behman və onun kənarında da şeir ilə axər, şeiri türkü, dastan ilə axər. Bu qəzetdə şairlər və növisəndələr həm o taydan, həm bu taydan yığışmışdılar. Bəd mən neçələrinə işarə eləyim adlarına ki, oxumuşam. Bu qəzetdə bunların əsərləri vardı, yazıları vardı. Muhammed Biriya, Yusif, Məhtac, Rza, Əli Lorzadə, Mir Mehdi, Yəhya Tuhəfi, Humay xanım, Lalə xanım ilə axər. Hətta Yəhya Şeyda, məsələn, bunda yazıblar. Muntaha o qədər mərdum istiqbal eləyirdi ki, bundan bunun tirajı 4000'ə yetişmişdi. Nihayət buyursan 4000'ə. Yəni bir dənə camiye Təbriz ki fəqət 10% mərdumu savadı var idi.
və bir dənə qazet tirajı 4000-ə yetişə. Bu o zamana nisbət çox böyük tirajdır. Və o tərəfdən də baxaq görək ki, əksərən hətta bu yazıçılar ana dilinə müsəllət deyil idilər. Bəraə inki təzə başlanırdı. Bəli, əlarəğmi o bir belə bundan istiqbal eləyirdilər bu vətən yolunda. O qədər istiqbal eləyirdilər ki, məsələn, bu Lalə xanım demişdi ki, mən hazıram vəqti ki, əvvəlin şumarəni ki, bu nəşriyyədən, bu qazetdən aldım, o qədər həyəcanla bunu başladım oxumağa ki, hazır idim darına darımı verəm, vəli bu nəşriyyədən bir nüsxə əlimə gətir. Beləncə bir istiqbal idi. İlləti nədir? İllət odur ki, şair cəmaətə məxsusən şair cəmaətə dil yanı hər nə mənə. İnayət buyursunuz. Yəni iqtisad, siyasət, bunların hamısından önəmlidir dil şair cəmaətə. Bərain ki, ana dilin şairdən alanda, yəni şairin hüviyyətin alısan biləsin. Ona görə bundan belə istiqbal eləyirdilər bu vətən yolunda. Mən xidmətinizdəyəm. Yaxşı, çox sağ olun. Gələn sualım yenə Cəmil bəy Həsənədən başlayıram. Biz bəlkə Fernando Şeid ya Natalya Yegorovanın yazılarına baxırıq. Fernando Şeid, ola əgər dostlardan bilmirlər, Yale Universitetində doktora tezin bu Rusların xüsusilə Moskvada və Bakıda olan sənədlərin üstündə işləyibdi. Azərbaycan Demokrat Firqəsinin yaranmasında və xüsusilə Bağırovun üstündə işləyibdi. Natalya Yegorova da əsas Rusların tarixçilərindəndir ki, bunların hər ikisi də Moskvada olan və Bakıda olan sənədləri araşdırıblar, baxıblar. Vaxtı biz bunların yazılarına baxırıq, orada Stalinin, Beriyanın, Molotovun və Bağırovun aralarında bir fikir birliği, xüsusən bu İran-Azərbaycanına görə görmürük. Mənim əsas sualım budur ki, Stalin necə oldu ki, xüsusən Azərbaycanda nasionalist hərəkətinə razılıq verdi? Çünki biz ümumiyyətlə bunu görürük ki, Stalinin siyasəti türk cümhurlərinin haqqında bilirsiniz ki, nədir və heç vaxt razı olmur türk cümhurlərinin birləşməsi ya şurası yaransın, ya Türkiyə ilə rabitələri sıx olsun. Vəli ya Azərbaycan Demokrat Firqəsi də yarananda Azərbaycan türkcəsini Azərbaycanca adlandırır. Yəni həm içəridə, həm dışarıda bunu biz Stalinin siyasətlərindən görürük. Ya Kaftaradze'nin məktubu vardı Molotova, orada da bunu görürük. İndi sual budur ki, Stalin nədənsə bir nasionalist hərəkətin yaranmasına İran-Azərbaycanında razılıq verdi. Buyurun. Bu sual mənədir, Yonis bəy. Bəli, sizdədir, buyurun. Təşəkkür edirəm. Əlbəttə, tarixin müəyyən zamanlarında Stalin fərqli siyasətlər yürüdübdür. Bu millətçiliyə də, yəni nasionalizmə də aiddir və birinci müharibə devrində, bu Sovet-Alman hərbi devrində Sovyet cümhurlərində bu millətçiliyə biraz icazə verilmişdi. Çünki bu millətçilik bir qədər xalqı ruhlandırırdı. Yəni ki, hərə öz millətinin tarixində olan
qəhrəmanlara, nə bilim igidlərə, döyüşçülərə istinadən bir şeylər propaganda edirdilər. Məsələn, Babək kitabı çıxarılmışdı müharibə başlayandan sonra. Bu ayrı bir vaxtda buna icazə vermirdilər. Amma deyək ki, müharibədən sonra Cavanşir, Babək belə kitablar Azərbaycanda çıxarılmışdı. Gürcüstanda da eyni şeylər vardı, Ermənistanda da eyni şeylər var idi. Və müharibənin sonunda Stalinə sərhədləri genişləndirmək lazım. Və burada söhbət tək Azərbaycandan və Azərbaycan millətçiliyindən getmir. Məsələn, ermənilərə, gürcülərə izin vermişdilər ki, Türkiyəyə qarşı öz tələblərini irəli sürsünlər və bu ermənilərdə, gürcülərdə millətçilik Türkiyə əleyhinə propaganda ruhunda gedirdi. Azərbaycanda, Sovet Azərbaycanında İran istiqamətində və Güney Azərbaycanla bağlı bu millətçilik gedirdi. Orta Asiya cümhurilərində, məsələn Özbəkistanda, Qazaxıstanda, Qırğızistanda bu Doğu Türkistan, Şərqi Türkistan, indi Çinin Sincan əyaləti deyilər. Onlara nisbətdə bu şeylər gedirdi və bunlar Sovet propagandasının genişlənmə propagandasının bir tərkib hissəsi idi və ona görə də biz bunu yalnız tək Azərbaycan məsələsinə şamil edə bilmərik. Bu, müharibənin son dövrlərində Sovet propagandası idi və icazəli millətçilik idi, belə deyək. Bir qədər də kommunist millətçiliyi idi. Və bu millətçilik hətta o qədər belə sürətlə qabağa gəldi ki, bu nəinki Türkiyə, İrana ya Çinə münasibətdə dərinləşdi. Bu, Sovet cümhurlərinin öz aralarında belə ziddiyyətlərə gətirib çıxartdı. Məsələn, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları, gürcülərin ərazi iddiaları, bu həddə qədər gəlib çatdı. Ona görə tədricən o millətçiliyi biraz azaltdılar. Və bu millətçilik, belə deyək də, özəlliklə Azərbaycana münasibətdə millətçilik Moskvanın icazə verdiyindən biraz çox idi. O yerli rəhbərlik onu stimullaşdırırdı, onu biraz gücləndirirdi və tez-tez imkan yaradırdı. Məsələn, özü üçün deyə bilmədikləri şeyləri o Güney Azərbaycana münasibətdə ifadə edirdilər. Onlarda nə çatmır, onu deyirdilər, amma bütövlükdə elə bil sanki millətin problemlərini deyirdilər. Ona görə də o millətçilik icazəli millətçilik idi, fəqət milli oyanışa çox güclü şəkildə təsir göstərdi. Məsələn, Mirzə İbrahimovun həmin devirdə Ana dili adlı bir kitabı çıxdı və bu kitab çox geniş yayıldı Güney Azərbaycanda. Mən sizə maraqlı bir müqayisə deyim. O kitab 56-57-ci ildə təkrar nəşr olundu Bakıda. 2 aydan sonra kitabı yığışdırdılar. Yəni 46-cı ildə Təbrizdə çıxan kitab Bakıda ondan 11 il sonra nəşr olunanda Moskva kitabı yığışdırdı. Onu qoymadı yayılmağa. Bu özü də dəlalət edir o millətçiliyin deməli Moskvadan verildiyinə. Millətçilik Moskvanın genişlənməsinə kömək edirdi və istər neft siyasətinin həyata keçirilməsinə, istərsə də genişlənməyə. Məsələn, Türkiyəyə münasibətdə hətta torpaqların sahəsi müəyyən edilmişdi ki, Sovet hökuməti nə qədər torpaq alacaq? 26.000 kvadrat kilometr. Onun 20.5-i ermənilərə veriləcək, 5.5-i gürcülərə veriləcək. Ərazilər, belə deyək də, bu nisbət təxminən Güney Azərbaycana münasibətdə də var idi və 46-cı ilin yanvarında o Güney Azərbaycan liderləri ki, Azərbaycanın istəkləri adlı bir sənəd göndərdilər və ora bir xəritə də əlavə etmişdilər ki, hansı ərazilərdə Azərbaycan deməli milli hökuməti qurulacaq.
Və bu millətçilik ona görə lazım idi ki, Sovet hökuməti bu yerlərdə öz dayaqlarını qura bilsin, möhkəmləndirə bilsin, o hökumətlərə qarşı təzyiq vasitəsi kimi istifadə eləsin və o məsələlər qurtarandan sonra millətçilik də qapandı. Bu qədər. Yaxşı, çox sağ olun. Təşəkkür edirəm sizdən. Mən bu dil haqqında bir son sualı da cənab Muradi Mərağıya verim, sonra başqa mövzu, xüsusilə neft haqqında danışaq. Biz Pişəvərinin yazdıqları məqalələrə, baş məqalələrə, istər Ajirdə, hətta ondan qabaq həqiqətdə də yazdığını baxsaq, orada daha çox İrançılıq görürük. Azərbaycanın içərisində olan istəklər, problemlər, xüsusilə Ajirdə özünü yerini tapıbdı, orada görürük. Yəni demək olar ki, Ajir Azərbaycanın problemlərinin danışan dilidir. Farsça yazılır, mərkəzdə nəşr olunur. Ancaq net Azərbaycan dilindən söz getmir orada. Əlbəttə burada qeyri-müstəqim biz istifadə eləyə bilirik və istinad eləyə bilirik ki, Əncümən əyaləti vilayətidən söhbətləri olunur Ajirdə. Vəli net Azərbaycan dilindən söhbət getməyibdi. Ya məsələn Vətən yolunda ki işarə olundu, məsələn onun dilindən yazılmış sözləri görmürük. Fəryad Azərbaycan ki, Azərbaycan uca səsi ya qışqırığı qəzetəsinə çoxlu işarələr olur. Onun bəzi yazılarına eyni olaraq görüş məsələn Ajirdə gəlibdi. Sual burada budur ki, bu Azərbaycanda dil istəkləri o dövrədə xüsusilə nə şəkildə idi və nə vaxtdan da Pişəvərinin xüsusilə fikrinə gəldi ki, Azərbaycanda dil istəkləri vardı. Biz bunu net 12 Şəhrivər 1324-də görürük, vəli sözüm ondan qabaqki dövrələrdədir. Buyurun. O əvvəlki sualınız ki, niyə milliyyətçiliyin üstündə təkid olundu ya Stalin? Bu sualın cavabı çox sadədir. Bərayi inki sən istəyəsən bir dənə təşəkküli yaradasan, bir dənə hizbi yaradasan, qədd و qəvare Firqe Demokrat Azərbaycan, əvvəldə gərək sən o şüarlara, o istəklərə tikyə eləyəsən ki, kəsəri olur. Nəhayət buyursunuz. Və milliyyətçilik Riza Şah süqut eləyəndən sonra biz görürük ki, bir dənə böyük hegemoniyə təbdil olur. Azərbaycan fəallarının içində, ya kütlərin içində. Ona görə Stalin mənviyyatı xub, o ki önəmlidir, ona neft idi. Vəli vəqti ki təşəkküli ya hizbi İranda istəyir yarana Azərbaycanda, o gərək o istəklərin üstündə, şüarların üstündə təkid eləyə ki, o şüarlar mühüm ola və cəmiyyəti ya əksəriyyət cəmiyyəti eləyə bilə cəzb. İnayət buyursunuz. Ona görə ana dili bunun mərkəziyyətində qərar tapır. Baxın bir Bulut Qəraçoğlu'dan mən iki beyt şeir oxuyuram. Görün nə mənə deyir bu adam dil barəsindən. Deyir ki, taleyimə sən bax, düşüncələrim yasaq, duyğularım yasaq, keçmişimdən söz açmağım yasaq, gələcəyimdən danışmağım yasaq, ata babamın adın çəkməyim yasaq, anamdan ad aparmağım yasaq,
bilirsən, anadan doğulanda belə özüm bilməyə dil açıb danışdığım dil də, danışmağım da yasaqmış, yasaq. Xub, bu o camiədə, o börhədə vaqəən kəsərli bir şüardır və biz görürük ki, bilafasilədə eləyə bilir təşəkkül yarada, hərəkət yarada və təbdil ola bir dənə bir qəvi cönbeşə və nöhzətə. Və bu fəqət Azərbaycanda və Kürdistanda və o qovmlar ki, dövrəyi Rza Şahda bunlar məhdud olmuşdular, təzyiqat icad eləmişdilər bunlar. Niyə ki, vəqti ki, Firqə Demokrat Azərbaycanı istəyir yarada, baxın bu sənəd Baqrovdan oradan gəl İrana. Deyir ki, pəs az təşkil komitə müəssis Firqə Demokrat Azərbaycan əvvəl Təbrizdə dair ola, ondan sonra Ərdəbil, Rizaiyə, Xoy, Miyana, Zəncan, Mərəğan, Mərənd, Maku və buna baxın. Qəzvin, Rəşt, Pəhləvi, Sari, Şahi, Qorqan və Məşhəd. Amma mən sizdən xəbər alıram. Niyə fəqət bu Azərbaycanda və Kürdistanda yarandı bu hərəkət? Rəşdidə yaranmadı. Saridə, Şahidə, Qorqanda, Qəzvində, Məşhəddə niyə yaranmadı? İllət odur ki, şüarı nasyonalizm və milliyyətçi ki, üstündə təkid eləyirdi, mehvəri şüarıydı. Çün bu şəhərlərdə, yəni Azərbaycanda və Kürdistanda kəsəri var idi. Buna görə də biz görürük ki, bilafasilə müxatəbin tapır. Eləyə bilməz, biz istəyək bir hərəkəti yaradaq ki, bu hərəkətin xastələri xastə və dərdi əksəriyyət o mərdum olmur. Amma racib pişəvəri ərz eləyim ki, biz neçə dənə pişəvərimiz var. Bir dənə pişəvərimiz yox. Bu, əlbəttə, o 5 dəqiqədə vaxtım üçün azalır. Orada çoxlar bunu açacağım. Mənim nəzərimə ki, pişəvəri ta 23.323 qazeti Ajirin axir şumarələrinə kimin əslən به دنبال ana dili ya به دنبال هویت türkü bunlar deyil. Nəhayət buyursunuz. Demək olar ki, bu şuar, bu dərdi ki, bədənəyi camiə Azərbaycandan ki çıxırdı, bu pişəvərini də ərz be xidmət bu hərəkətə cəzb edin. Mən xidmətinizdəyəm, əlbəttə bunu çox da açaram. O birisi 5 dəqiqədə, çünki 5 dəqiqəm fikir. Hə, mən çoxlu ittifaqan istərdim ki, elə bu mövzuya yetişmiş olasınız. Çünki o biri mövzular ki, işarə edirsiniz, onları ayrı vaxtda da çatıcı xüsusilə siz o İranın, xüsusən İranın şimalının başqa şəhərlərində niyə demokratik ya firqiyə, Azərbaycan firqəsinə bənzər hərəkətlər olmadı, ona çatacaq başqa zamanlarda. Ona görə də xahişim budur ki, elə suallara elə o cür ki var, gedək, qısa-qısa gödək və xırda cavablarla ki, o biri vaxtlarda da o biri suallara çataq. İndi bu mövzudan biraz gedirik neft mövzusuna və bu sualı Cəmil bəydən başlayıram ki, sizin fikrinizcə Azərbaycan Demokrat Firqəsinin yaranma
ideyası şimal nəftinə əl çatmaqdır, ya ərazilərin böyükləşdirməyə. Buna biraz işarələr elədiniz. Giriş danışığınızda, Vəli, bunu istərdim biraz açasınız 4-5 dəqiqədə əgər mümkündür ki, bunların hangisi idi ya hər ikisi idi? Buyurun. Çox təşəkkür edirəm. Azərbaycan Demokrat Firqəsinin yaranması daha çox milli məsələ ilə bağlı idi, nəinki neft məsələsi ilə bağlı idi. Çünki bir sıra qərb tarixçiləri Amerikada, nə bilim Britaniyada, Avropada və Rusiyada, özəlliklə Rusiyada belə bir fikir irəli sürürlər ki, ümumiyyətlə Sovetlərin İranda ərazi maraqları yox idi, neft maraqları var idi. Bu torpaq maraqları ona görə irəli sürülmüşdü ki, neft ala bilsin. Əlbəttə ki, mən bununla razı deyiləm. Razı olmamağımın dəlili də onunla bağlıdır ki, mən o sənədləri ki mən görmüşəm və o sənədləri ki mən işləmişəm, mən əminliklə deyə bilərəm ki, Sovetlərin İranda, özəlliklə Güney Azərbaycanda torpaq maraqları da var idi, neft maraqları da var idi. Və bu Demokrat Firqəsinin yaranması daha çox torpaq maraqları ilə bağlı idi. Və çünki Sovetlər o maraqların Demokrat Firqəsinin yaranmasından belə deyək də 2 ay, biraz 2 aydan artıq bir gizli qərar ki qəbul etdi. Güney Azərbaycanda və Xəzərin cənubunda separatist hərəkatın təşkil edilməsi barədə. Əslində Moskvanın Güney Azərbaycanla bağlı qəbul etdiyi ən ciddi qərar bu idi. Yəni orada bütün senaryo verilirdi, nəyi necə etmək, partiyanı belə yaratmaq və biz görürük ki, o qərarda ən az toxunulan məsələ neft məsələsidir. Hərçəndi ki, neft məsələsini ayrı bir qərarla iyun ayının 21-də 45-ci ildə ayrıca bir qərar qəbul etmişdilər. O partiyanın yox, hökumətin qərarı idi, amma bu separatist hərəkatın təşkil edilməsi Sovet hökumətinin o dövrdə Sovetlər Birliyinin ən yüksək yönətimi deyilən Politbironun qərarı idi ki, orada da milli hərəkatı qabağa aparmaqdan ötürü belə bir Azərbaycan Demokrat Firqəsinin, milli bir firqənin yaranması, təşkili və onun deməli siyasi bir quruma çevrilməsi ilə bağlı və bir də seçkilərdə deməli uğur qazanması, qələbə qazanması ilə bağlı bir şeylər var idi. Ona görə də biz əlbəttə neft məsələsinə də müəyyən qədər əlaqəsi var idi və Sovet İttifaqı həmin dövrdə hər iki istiqaməti paralel aparırdı və onların həm neft maraqları var idi, həm torpaq maraqları var idi. Amma onlar görəndə ki, bu işi davam elətdirə bilmirlər və seçim etmək lazımdır. Onda onlar ərazi maraqları neft maraqlarına qurban verdilər. Çünki onlara lazım idi ki, dünya müharibəsindəki böyük qələbədən sonra, İkinci Dünya müharibəsində böyük qələbədən sonra İranda məhəlli bir qarşıdurmada məğlub kimi görsənməsinlər. Və onlar nə isə əldə edib qalib kimi oradan çıxmalı idilər. Hərçənd ki, o neft müqaviləsi bağlananda Sovet ekspertləri də, Xarici İşlər Nazirliyinin işçiləri də onlar rəy verdilər ki, bu neft müqaviləsinin heç bir perspektivi yoxdur və İran istənilən vaxt bundan yayına bilər. Amma Stalin ona toxunmadı. Çünki ona beynəlxalq ictimai rəydə bir nəysə bir şeydən yapışıb İrandan qalib kimi çıxmaq lazım idi. Və Demokrat Firqəsi milli məsələ üçün yaranmışdı.
Bu demokrat firqəsinin yaranmasın biz sonra o milli hökumətin qurulmasında görürük, islahatlarda görürük və onların hamısına rəhbərlik bilavasitə Azərbaycan Demokrat Firqəsi tərəfindən edilirdi. Buyurun, sağ olun. Yaxşı, çox sağ olun. Təşəkkür edirəm. Fürsəti verək cənab Muradi Məroğlu. İstədiniz bu suala elə eyni kimi cavab verin ya bu ki bu neft İranın Şimal neft projesinə İran içərisindən nə cür baxış var idi? Əlbəttə bu cənab Cəmil Həsənin danışıqlarına və istinad elədiyi sənədlərə bir daha qeyd edəcəyəm. O müxtəlif konfranslarda ki bu mövzunun üstünə nə cür baxırlar və danışırlar. Buyurun, sizə eşidək, sonra bir daha buna qayıdaq. Mənim nəzərimə Azərbaycan Demokrat Firqəsi bir dənə plural pədidə idi, bir dənə mütəkəssir pədidə idi və biz plural pədidəni istəyək ki, bərrəsi eləyək, gərək bunun baxaq buna ki, görək bu maraqlar bunda mütəfavit. Niyə ki, mənim nəzərimə Stalin o ki önəmlidir, nəftdir. Ondan biraz aşağıya gəlirik. Mircəfər Bağırova yetişəndə məsələyə ərz be xidmət torpaq Azərbaycan ikisi qatışmaq bu önəmlidir. Gələk firqənin içində gənə ənva və əqsam biz maraqları, istəkləri eləyə bildik, təqsim bənd eləyək. Məsələn, mühacirin ki, ərz elədim, dövrə Stalində ki, İrana deport olunmuşdular. Bunlar hamısı çoxtər iki Azərbaycan qatışmağa təlaş eləyirdilər. Amma bu firqə demokratın içində məsələn fars əfsərləri ki, hüdudən 95 dənəsi ki, Tehrandan gəlmişdilər və qatışmışdılar firqəyə. Əbdülsəməd Kambəxş çox da təlaş eləmişdi onun təlaşı ilə. Bunlar به هیچ vəc bunlar nə neft həm müğəmmilərin neft idi, nə də ki torpaq idi. Bunlar kamilən deyə bilirəm ki, bir dənə دنبال bir dənə ərz be xidmət گرایش چپ idilər kamil. Çəp idilər. Muntaha qeydə biz Stalini ki ərz elədim ki, mühümü o idi və nəft idi Stalinin istəyi bu hərəkətdən və biz axirdə də görürük ki, Qəvam-ı-Səltənə gedir və təvafuqa yetişəndən sonra da bilafasilə də himayətin firqədən götürür. Mən bu sənədləri ki o tayda həmzaman sadir olur nəftin barəsində İrandakı sənədlərlə bunları gətirib rübəri eləmişəm. Məsələn 1945 septembr ayında ki biz görürük ki firqə demokratdan zatdan xəbər yoxdur hənuz, vəli biz görürük ki sənədi ki Stalin sadir eləyir, bu sənəd budur ki İranın şimal qismətində həfvari və neft qurusunun ərz be xidmət başlanmasıdır.
bu sənədi ki sadir olubdur. Biz bilafasilə 2 həftə bundan sonra İranın sənədlərinə baxanda görürük ki, رئیس شهربانی رشت، رئیس شهربانی şahi bunlar Tehrana yazırlar ki, bu Ruslar bu qismətlərdə ki, bunların bu Qızıl orduları var, bunlar başlayıblar quru qazırlar. Əsbab-alatla ərz be xidmət böyük qurular burada başlayıblar qazırlar. Özü də be surəti sirri. İnayət buyursunuz. Mənim nəzərimə Stalinin əsl həmmuğəmmi nəftdir. Xidmətinizdəyəm. Çox sağ olun. Hər ikizdən təşəkkür edirəm. Cəmil müəllim danışıqlarının, əlbəttə bunu artırım ki, biz Natalya Yegorovanın sənədlərinə və analizlərinə ki, baxırıq. Orada bunu Azərbaycan Demokrat Firqəsinin yaranmasının xüsusilə ingilislərin İranda nüfuzunun qabağını almasını nəzərdə alır. Həmçinin ki, Azərbaycan İran TUDE ya Xalq Partiyasının yaranmasında da hələ bir fikir dalsam var. Ancaq sizin bu danışdığınız ki, əsas onu torpaqların artırması, yəni ekspansiyonalizm ya genişləndirmə projesi nəzərdə alırsınız. Sual budur ki, biz o 4 dənə konfransçı vardı. Tehran konfransı, Yalta, Potsdam ya sonralar Moskvada olan konfranslara baxsaq, heç bir cümlələrə çatmırıq ki, orada Güney Azərbaycandan ad gələ. Orada çoxlu müxtəlif söhbətlər var, necə ki, həm Molotovun arasında, həm İngilisin xaricə naziri Antoni Idenin danışıqları ki vardı, bunların minotları var. Onlara baxırıq. Orada Cənubi Azərbaycan torpağından söhbət getmir. Çoxlu elə şimal nəftinin alış-verişindən və Rusların qoşunun İranda, xüsusilə Azərbaycanda olmasından gedir. Siz bu haqda nə fikirləşirsiniz? Bu müzakirələrdə hələ bir ya ayrı bir yerdə sənədləri, danışıqları var ki, bu Azərbaycan torpağına əl çatmağı idi. Təşəkkür edirəm. Əvvəla onu deyim ki, bu neft məsələsi ilə torpaq məsələsi paralel aparılırdı, birlikdə aparılırdı. Və 3 dənə mühüm qərar ki qəbul edilmişdi 45-ci ilin iyun və iyul aylarında. Bunun birincisi o idi ki, 45-ci ilin iyun ayının 10-unda Sovet Azərbaycanının sənaye müəssisələrinin filiallarının Güney Azərbaycanın şəhərlərində açılması. Yəni bir torpaq marağı olmasaydı, bu sənaye müəssisələrinin açılması üçün xeyli xərc qoymaq lazım idi, investisiya qoymaq lazım idi. Məsələn, Bakı ayaqqabı fabrikinin, Bakı mahud fabrikinin, Gəncə Şəki ipək fabrikinin, Bakı göndəri zavodunun və digər müəssisələrin ki, filialları açılmalı idi. Bu Sovet hökumətinin gizli qərarı idi ki, bu deməli Güney Azərbaycana nüfuz etməkdən ötürü bu müəssisələrin filialları Təbrizdə və digər şəhərlərdə açılsın. Bundan 10 gün sonra, yəni 11 gün sonra biz deməli Güney Azərbaycanın şəhərlərində və Xəzərin cənubunda neft kəşfiyyat işlərinin başlanması barədə bu dəfə Dövlət Müdafiə Komitəsinin gizli qərarını görürük ki, oradakı Ağay Muradi işarət etdi ki, şahidən məktub gəlirdi ki, bunlar deməli quyular qazırdılar. O qərarda göstərilirdi ki,
bu quyular neft quyuları adı ilə yox, əhalini su ilə təmin etməkdən ötürü su quyuları adı ilə qazılmalıdır. Və bu Xəzərin cənubunda müxtəlif yerlərdə, o cümlədən Güney Azərbaycanda da o quyulardan qazırdılar və bəzilərində hətta su quyusu kimi qazırdılar ki, adamlar görsün ki, həqiqətən bu su quyusudur. Belə bir şeylər var idi, amma əslində söhbət neft axtarışlarından gedirdi. Çünki hələ Birinci Dünya Müharibəsi dövründə Rus alimləri müəyyən etmişdilər ki, Xəzərin cənubunda böyük neft ehtiyatları var və Sovetlər də belə bir proje fikirləşirdi ki, İngilislər o boyda yoldan gəlib bu İran neftini apara bildikləri halda niyə bu Sovet hökuməti ilə İran arasında bu neft müamiləsi olmasın? Ona görə də iyunun 21-də olan qərar bilavasitə neft barədə idi. Amma bundan 2 həftə sonra iyulun 6-sında ki, Güney Azərbaycanda separatist hərəkatın təşkili barədəki qərar oldu. Bu separatizm bir İngilis sözüdür. Separate, ayrılmaq deməkdir. Yəni burada söhbət əvvəlinci mətndə söhbət İrandan ayrılmaqdan gedirdi. Və düzdür, sonra bu məsələyə 45-ci ilin oktyabr ayının 8-də yenidən qayıtdılar. Orada bir düzəliş etdilər ki, məqsəd və məram İrandan ayrılmaq deyil, İran daxilində muxtariyyət almaqdır. O düzəlişi etdilər və neft məsələsi əlbəttə Sovet hökumətinin siyasətində mühüm yer tuturdu. Çünki 44-cü ilin sentyabrında Kaftaradze başda olmaqla bir heyət gəlmişdi və o heyət də hazır proje ilə gəlmişdi. İranın deməli cənubunda neft konsesiyasının əldə olunması projesi ilə gəlmişdi ki, bu da onlar 45 gün qaldılar. Axırda Qəvam Əs-Səltənə gizli şəkildə deməli o heyətlə görüşdü. O zaman ki məclis gizli qərar qəbul etmişdi ki, müharibə qurtarana qədər xaricilərə neft konsesiyası verilməsin və Qəvam onlarla görüşdü. Yəni Kaftaradze heyətində sədrin müavini Nikolay Baybakovla və Nəzər Heydərovla görüşdü. Baybakov Sovyet Neft Nazirliyinin nazirinin müavini idi. Və onlara dedi ki, bu deməli Səid Marağayi sizi aldadır. Sizə neft verməyəcəklər. Ona görə siz Marağayini devirin, məni gətirin hakimiyyətə, mən sizin neft maraqlarınızı təmin edim. Sovetlərə neft verim. Belə bir gizli danışıqlar olmuşdu. Amma hadisələrin birinci mərhələsində Sovet hökuməti üçün üstün siyasət, ərazi siyasəti idi. Bu tək İranda deyildi. Bu eyni zamanda Türkiyənin Qars, Ərdahan, Artvin bölgələrinə münasibətdə idi. Bu həm Doğu Türkistanın, yəni Sincanın şimal vilayətlərinə, İli, Tarbaqatay, Altay vilayətlərinə münasibətdə idi ki, buradan bunların ərazi genişlənməsi kimi bir planları da var idi və bu proseslər başlayanda Stalin Politbironun, yəni ən yüksək Sovet yönetiminin qarşısında çıxış edir və xəritə qarşısında göstərir ki, bax yuxarını göstərir, Finlandiya bizlə razılaşdı, onlar sərhədlərini geri çəkdilər. Qərbi Ukrayna, Qərbi Belorusiya, Polşa ilə sərhədləri göstərir, burada da vəziyyətimiz yaxşıdır. Gəlir Moldova tərəfə deyir, Bessarabiyanı aldıq və gəlir Türkiyənin Doğu vilayətlərinə çatanda oranı göstərir və Güney Azərbaycanı göstərir. Deyir, bax, burada bizim sərhədlər məni təmin etmir. Biz bu torpaqlarla bağlı öz iddialarımızı irəli sürməliyik. Və yer gəlmişkən deyim ki, 45-ci ildə
həm ermənilərə, həm gürcülərə Moskvadan təlimat gəldi ki, Türkiyəyə qarşı torpaq planlarınızı irəli sürün. Ona görə də bu torpaq ideyası, biz bunu bütövlükdə gətirib neftə bağlaya bilmərik. Bu torpaq ideyası, bu proseslər başlayanda Sovetlərin genişlənmə siyasətinin özəyin təşkil edirdi, əsasını təşkil edirdi və işin gedişində bir neft almaq da heç də pis deyildi. Və Stalin o deyir iştah diş altındadır. Stalin görürdü ki, bu şeyləri almaq olar, niyə də almasın? Amma sonra vəziyyət dəyişəndən sonra İngilis Amerikanlar bunun qəti şəkildə əleyhinə olandan sonra bunlar bir vasitə axtarırdılar ki, bu deməli siyasəti dəyişsinlər və ərazidən neft üzərinə transfer etdilər. Buyurun. Buyurun Yunus bəy. Bəli, çox sağ olun. Mən çətinlik çəkirdim bu mikrofonu açmaqda. Təşəkkür edirəm sizdən. Mən sizə verdiyim sualı hala istərdim cənab Əli Muradi Mərağinin də fikirlərini bu haqda öyrənəm. İstədiniz bu haqda izah verin ya bu ki sizin fikrinizdə ingilislər ki İranın cənubunda olan nefti verməmək istəmirdilər. Rusların planlarına nə cür baxırdılar? Onu kommunizmin çoxalması sayırdılar ya başqa cür ona baxırdılar. Bu haqda istədiniz izah eləyin. Çünki aramıza qatılanlar var, əl qaldıranlar var. Sizdən sonra mən hərəcə bir sual verib başqa dostlar ki aramıza gəliblər, steycdə vardılar ya əllərini qaldırıblar. Onlardan da xahiş edəcəm ki, sualların soruşsunlar. Buyurun sizdən, xahiş edirəm, buyurun. Səsiz gəlmir, cənab Murad Məraği. Bəli, səsim gəlir. İndi var, buyurun, xahiş edirəm. Səsim gəlmir. Səsiz var, buyurun, buyurun. Bəli. Baxın bir bu əsnadı ki, mən bərrəsi eləmişəm. Bəli, bu əsnadı Rusiya bunlarda heç bir kəlmə işarə olunmayıbdı torpaq məsələsinə. Nəhayət buyursunuz. Muntaha neft məsələsinə çox işarə olunubdu və neçə dənə sənəd fəqət neftə racidir. Bunu ərz eləyim ki, tənha o zaman ki ərteş İran Azərbaycana həmlə eləyir və neçə dənə namə yazılır ki, Təbrizdən Mir Cəfəri Baqirova və Stalinə köməklik üçün və köməklik olunmur. Tənha axərin namədə ki, demək olar ki, Muhammed bir bunlar imzalayıb, 4-5 nəfər imzalayıbdı. Tənha bu namənin axirində fəqət işarə olunur ki, əgər siz bizə köməklik dəqiq şərruzu götürün və icazə verin ki, biz İrandan ayrılaq. Hala ki, şah rejimi qərardadın müqabilən üstünə ayaq qoyub və Azərbaycana həmlə eləyibdi. Tənha fəqət bu bimoriddə bir sətridə fəqət kulli bu əsnadda, o da ki, o mərhələdə. O mərhələyi ki, ərteş mərkəzi həmləsini başlayıbdı və orada həyat və məmat məsələsi var. Nəhayət buyursunuz, amma neftə Darsi və İngilistanı buyurdunuz siz. Baxın bir,
Mənim nəzərimə bir miqdar ruslar bu nəfti istəməkdə həqləri var. Şayət bunu əvvəlin vardı, mən kitablarımda işarə Məni eləməmişəm. bağışlayın cənab Muradim Məraği. Mən bilmirəm başqa dostlar səsi yaxşı alırlar ya yox, bəli inanıram ki, sizin səsiniz qırıq-qırıq gəlir. Bəli, Teoman bəy, siz burada səsi yaxşı işarə eləyirəm. eşidirsiniz? Baxın, bir Qəvamus Səltənə vaxtı ki gedir Səsdə bir Moskvaya, kəsinti var. Moskvada bir ibtidai Cənab Muradim Məraği, biz və təəssüflə orada sizin da səsiniz fəqət yaxşı ondan alamırıq. nəft məsələsi mətrəh olur. İnayət buyursunuz, ona görə mən bir belə nəftin üstündə təkid eləyirəm ki, Stalin, Molotov Qəvamus Səltənə ilə görüşəndə bunlar nəftin üstündə təkid eləyir. Nə yerin ya torpağın. Və qeydəndən sonraki bu qərardad ki bağlanır, beyni səsiz eşitmədim. Cənab Muradim Məraği, bilmirəm nədənsə sizin səsinizi yaxşı ala bilmirik. Ola bilsin sizin internet müşkülünüz var. Çox mühüm Səsim nöqtələrə. gəlmir Yunus bəy. İndi səsiz gəlir, bəli bəzən olurdu ki, cümlələriniz yaxşı alınmırdı, qırıq-qırıq səsiz gəlirdi. İndi istəyirsiniz buyurun. 1-2 Səsim dəqiqədə gəlmir elə indi. bu. İndi yaxşıdır. İndi eşidirik. Buyurun. Davam verin. İstəyirsiniz fürsət verim sizə bir dəqiqə. Hello. Hə, mən səsi eşidirəm. İstəyirsiniz başqa sual mən alım Cəmil bəydən, sizdən xahiş edirəm ya internetinizin müşkülünü həll eləyəsiniz, ya otaqdan çıxıb bir dəqiqə edəsiniz. Sonra sizə bir də artıq fürsət verirəm. Yunus bəy. Mən sizin səsi eşidirəm, bəli ola bilsin ki, indi siz çətinlik çəkirsiniz. Ona görə əgər elə fikirsiz, yenə də internet. Əlan istəyirsiniz danışasınız? Qoy mən Səsimi eşidirsiniz? İstəyirsiniz idamə verin. hə, qoy bir dəqiqədə bunu mən Bəli, buyurun. Buyurun xahiş. Bəli. Buyurun. Qəvamus Səltənə Statçikovla ki qərardadı ki bağlanır. Bu qərardadı nəft. Bu çox gözəldir bu qərardad. Qərardad Yenə də səssiz gəlmir. Çox təəssüflə cənab Muradim Məraği. Əgər icazə versəz, mən başa düşürəm ki, siz qəvamın mövzusuna işarə edirdiniz. Sizə mən artıq fürsət verirəm bu son cümlələrinizi ardın eşidək sizdən. Əgər internet müşkülünüzü həll eləyə bilsəz, elə bu fürsətdə 1 dəqiqəlik, 2 dəqiqəlik mən Cəmil bəydən xahiş edirəm ki, elə bu son mövzu ki, o cür ki, səslərdən eşidirdik cənab Muradim Mərağinin söhbətlərindən budur ki, biz Stalinlə qəvamın görüşü ki, Moskvada olubdu 1946-cı fevriy ayında. Orada biz görürük ki, əsas nəft üstündə danışıq gedir. Bəli, Azərbaycan torpağından söhbət yoxdur və sonra da ki, Satsikov gəlir Tehrana, orada deyilir ki, Azərbaycan İranın içəri məsələsidir. Yəni yenə də görünür ki, burada əsas nəft məsələsidir ki, o 50 illik olan kontrakt ya qərardad ki, var, müqavilənamə ki, imzalanır. Orada daha Azərbaycan məsələsində görürük ki, üçüncü əvəziyyət, yəni birincisi, yəni hər iki mövzu bir-birinə yaxındır. İstər Rusların qoşunun İrandan çıxması və nəftin imtiyazını təbii ki, Ruslar istəyirlər. Qəvam onu parlamentın imzasını çatmaq nəzərdə alır. Bəli, bu haqda bu torpaq məsələsini istərdim ki, siz daha çox belə izahlayasınız ki, bəs bu
haçandan həqiqətən bu danışıqlarda var. Yəni xarici danışıqlarda, o içəri sənədlərdə şayad olmuş ola və istər Moskva ilə İran, Tehran arasında, Moskva ilə London arasında, Vaşinqton arasında bunu izahlayasınız. Buyurun. Təşəkkür eləyirəm. Səs eşidilir? Bəli, bəli, sizin səsiniz dupduru gəlir. Buyurun. Birinci o məsələyə toxunaq ki, əgər ağay Marağayi o sənədləri görməyibsə, bu hələ o demək deyil ki, bunlar yoxdur. Yəni sadəcə olaraq onun əlinə yetişməyibdir və ikinci mühüm məsələ odur ki, Sovetlər neft məsələsini açıq aparırdılar. Azərbaycan və torpaq məsələsini gizli aparırdılar. Yəni onlar axı deyə bilməzdilər biz deyək ki, İranın bir hissəsini tutmaq istəyirik və almaq istəyirik. Ona görə bunları bir-biri ilə, yəni belə deyək də, qarışdırmaq olmaz. Onlarla bəlkə daha da çox sənədlər var ki, orada söhbət torpaqdan gedir. Güney Azərbaycanın deməli belə dekabrın 31-də Mircəfər Bağırovun Pişəvəriyə, Şəbüstəriyə, Məhəmməd Biliyə, Salamullah Cavidə və Sadıq Padegana məktubu var. Orada deyir ki, siz deməli öz hökumətinizi qurdunuz və Güney Azərbaycanın idarəçiliyin ələ keçirdik. Bundan sonra siz nə etmək istəyirsiniz? Siz İran daxilində muxtariyyət istəyirsiniz, yoxsa öz dövlətinizi müstəqil görmək istəyirsiniz? Və yanvar ayının 16-sında, 46-cı ildə o adını çəkdiyim adamların birlikdə imzaladığı bir məktub var. O məktubda 11 ya 12 bənddən ibarətdir və onlar da deyirlər ki, biz İran daxilində muxtariyyətin gələcəyinə inanmırıq. Onlar bugün bu muxtariyyəti verirlər, zəifdirlər, bu muxtariyyəti verirlər, sabah güclənəcəklər, bu muxtariyyəti bizim əlimizdən alacaqlar. Ona görə də biz öz ölkəmizin müstəqilliyini istəyirik. Hətta orada bir nümunə örnək də göstərirlər. O dövrdə Sovet nəzarəti altında olan bir Monqolistan Xalq Demokratik Cümhuriyyəti var idi və deyirlər ki, biz öz ölkəmizi təxminən o Monqolistana bənzər formada İran Azərbaycanı milli hökuməti adlandırmaq istəyirik və onun hüdudlarını da, torpaqlarını da cızırlar və onun deməli xəritəsini də hazırlayırlar və onları da o məktuba əlavə olaraq göndərirlər Bakıya və burada da söhbət bütövlükdə torpaqdan gedir və şübhəsiz ki, Bağırov müstəqil bir adam deyildi. O öz başına o torpaq söhbətlərini bunlarla edə bilməzdilər və bütün bu məsələlər torpaq məsələsinə Moskvadan razılıq verilmişdi və Bağırov da o söhbətləri ona görə aparırdı və Molotovun məktublarında, teleqramlarında da var və Molotov çox qorxurdu ki, bu torpaq məsələsinin səsi çıxmasın. Ona görə hətta Bağırova tapşırıq vermişdi ki, Güney Azərbaycan Milli Hökumətinin rəhbərlərinə yazılı tapşırıqlar verməyin. Şifahi tapşırıqlar verin. Bunlar qorxurdular ki, o tapşırıqlar yazılı olsa İngilislərin əlinə keçər, Amerikanların əlinə keçər və Ağay Marağayi ki, deyir ki, Qəvam Səltənənin səfəri zamanı ki, ancaq neft məsələsi müzakirə edilir, elə deyil. Mən o danışıqların stenoqramları ilə tanışam. Yəni mən bilavasitə onları Rusiyanın ən mötəbər arxivində öz gözümlə görmüşəm ki, orada deməli bir Stalinlə danışıqlar var ki, Molotov da orada iştirak edir. Bu fevral ayının 21-də 46-cı ildə, bir də mart ayının
5-də 46-cı ildə, mart ayının 4-də 46-cı ildə Stalinlə görüş olub, bir də ziyafətdə görüş olub. Qəvamın şərəfinə ki, Stalin ziyafət verdi. Orada görüş olub, amma qalan görüşlər hamısı Molotovla olubdur. Bütün danışıqların deməli gündəliyində 3 məsələ var idi. Və yeri gəlmişkən deyim ki, neft məsələsi də birinci məsələ deyildi. Birinci məsələ Sovet qoşunlarının İrandan çıxarılması, ikinci məsələ Azərbaycan məsələsi, üçüncü məsələ isə neft məsələsi idi. Və bu 3 məsələ ətrafında, stenoqramlarda bu 3 məsələ ətrafında ki, gedir və bir dənə də özəl məsələ var idi. O özəl məsələ də o idi ki, Stalin istəyirdi İranda çevriliş eləsin və İranı bir cumhuriyyət elan eləsinlər. Birinci görüşdə ki, Stalinlə fevral ayının 21-də keçirildi, Qəvam xahiş elədi ki, İranlı tərcüməçi həmin görüşə girməsin və o tərcüməni Rusiya Xarici İşlər Nazirliyinin farsça bilən tərcüməçiləri elədilər və orada da şahın devrilməsi, İranda cumhuriyyətin qurulmasından söhbət gedirdi. Və Stalin də deyirdi ki, nə qədər bizim qoşunlar oradadır, siz şahı devirin, İranı cumhuriyyət elan edin və özünüz də olun birinci prezident, İranın birinci prezidenti. Və məsələ burasındadır ki, birinci görüşdə Qəvam buna razılıq verdi. O yerdə ki, İran tərcüməçisi iştirak etmirdi. Qəvam buna razılıq verdi ki, mən bu işi öz üzərimə götürürəm və edəcəyəm. Stalin də buna bütün o detalların ki, bax, nəzərə al ki, bu iş çox qorxulu işdir, bu iş sənin həyatın hesabına başa gələ bilər, filan bəsməkan. Bunu tamamilə başqa adamların əli ilə eləmək lazımdır, orduda gərək adamımız olsun, filan bəsməkan. Və 2 gün sonra ki, Qəvam nə fikirləşdi? 2 gün sonra Molotovla görüşəndə əvvəl İran tərcüməçisini içəri buraxmadılar, Həmid Səyyahı. Və Qəvam Molotovdan xahiş elədi ki, İranlı tərcüməçinin iştirakı ilə İranlı tərcüməçi burada iştirak eləyəndə bizim Stalinlə olan söhbətlərimizə toxunulmasın. Və Zada da Molotovada da o əvvəlcədən dedi ki, mən fikirləşdim, o iş əmələ gələn iş deyil, yəni ki, şahı devirmək və zadı. Molotov ki, hesabat yazır Stalinə görüş barədə ki, Qəvam bizə verdiyi sözdən imtina elədi. Arxivdə o sənədin üstündə qara karandaşla Stalin böyük hərflərlə rusca bir söz yazıb. Svoloç. Svoloç rusca bizim Türkçəyə çevirəndə bu yaramaz deməkdir. Yaramaz, axmaq. Təxminən onun zadı belədir. Ona görə də o danışıqlar zamanı ki, Qəvam ha çalışır ki, axı bu Azərbaycanlılar ayrı xalq deyil, bunların dili ədəbiyyat dili deyil, bunlar əski İranlılardır, bunları gəlib Səlcuqlar türkləşdiribdir, filan bəsməkan, bunların yazılı ədəbiyyatı yoxdur və sair. Onda da Molotov dedi ki, axı necə olur? Bu xalqın bir yarısı Arazın bu tayında yaşayır, bunların yazılı ədəbiyyatı var, amma o tayında yaşayanın yoxdur. Ona görə yoxdur ki, məktəb verməmisiniz, təhsil olmayıb Azərbaycan dilində, ona görə yoxdur. Və o Moskova, Qəvamın Moskova səfərində müzakirə olunan, nə neft məsələsi ilə, nə Azərbaycan məsələsi ilə, nə Sovet qoşunlarının çıxarılması məsələsi ətrafında heç bir razılıq əldə olunmadı və onda Qəvam Molotova dedi ki, mənim bir dənə yolum qalır ki, mən İrana gedim istifa verim. Molotov dedi, bu sizin öz işinizdir. Bu qədər hələlik. İndi sual olsa davamını deyərəm. Yaxşı, çox sağ olun cənab Muradım, mərağı ilə qayıtdılar. İnanıram ki,
danışığın əsasını eşitdiniz. İstədiniz buyurun sizin səsinizi eşidək. Fəqət bunu artırım ki, sizin söhbətlərinizin əsasında, yəni o mordlər ki, işarə edirdiniz, istər Qəvamın müzakirəsi Moskvada, ya sonra Saltikovla Tehranda. Cəmil bəy Həsənlinin sözü budur ki, bir sıra sənədləri var ki, orada torpaq məsələsinə işarələri olubdur ki, ola bilsin ki, o sənədləri siz görməmisiniz. Sizin əgər ayrı faktlarınız var ki, əsas bu mövzu, yəni istər Qəvamın danışıqlarına, ya başqa yerlərdə olan danışıqlarda söhbət Azərbaycan torpağından gedir və ya getmir, onlar buyurun. O Hamid Səyyah idi, İranın mütərcimi. Qəvam Səltəni ilə Moskovaya gəlmişdi. Muntaha mən görməmişəm. Sənəd vəqti ki eləyə bildik biz, şayad doktor Cəmil Həsənli şayad da yox, görüb də. Vəli sənəd gərək muntəşir ola, çıxar eşiyə və ondan sonra bir yol bizim nəzərimiz təğyir tapar. Vəli bura kimin mən bir dənə sənədi görməmişəm ki, bu tayda, ki o tayda ki torpaq məsələsi önəmli ola və firqənin öz içində də çoxları var idi ki, bu imkanı verməzdilər ki, İrandan Azərbaycan ayrılar. Çün ərz elədim ki, bu plural bir təşəkkül idi, içində məşrutə xahlardan tutmuşdu ta əfsəran Hizb Tude ta və bilafasilə əgər bu məsələ buruz eləsəydi, yəni ayrılmaq, mən mütəqidəm ki, firqə demokrat çox niruların əldən verərdi. Bir cümləyi ki buyurdular, mən atca bundan qabaq əlbəttə ki, niyə bir belə fabrikalar, bir belə islahatı ki Təbrizdə görüldü, əgər fəqət nəfti məsələsi önəmli olsaydı, o da budur ki, bəra inki istəyirdilər ki, cəzb eləyələr mərdum. İnayət buyursunuz, cəzb eləyələr. Bu müstəlzəmi buyurdu ki, islahat ekonomik zəminəsində, fərhəngi zəminəsində və şəhrin özündə tamam əbadında bu təğyirat, bu islahat əncam tapar ta bunlar cəzb firqə olalar və cəzb də eləmişdi. İnayət buyursunuz. Bənabərin bunun içindən mən eləyə bilmərəm ki, məsələ torpaq məsələsini çıxardım. Bəli, ta zamanı ki o əsnad ərz be xidmət muntəşir olmayıbdır ya görməmişəm, eləyə bilmərəm, izhar nəzər eləyim. Mən xidmətinizdəyim. Yaxşı, çox sağ olun. Hər kəsdən təşəkkür edirəm. Hətta bunu da artırım ki, mən özüm də şəxsi olaraq Stalinin biografisi yazan yazıcıdan da soruşmuşam ki, elə bir minutlara əli çatıbdı ki, Qəvamla danışıqda. O əlbəttə dəqiq demir ki, bu mövzuda həqiqətən belə bir görübdü, vəli onun söhbətlərindən ki, mən soruşmuşam. O bunu rədd edir ki, belə bir danışığı o görməyibdi. Əlbəttə şayad bu sonra ələ çatmış